Tahir Salaxovun Təmirçilər əsərində biz Azərbaycan neftçisinin romantik yox, sərt və həqiqi obrazını görürük. Burada nə təntənəli qəhrəmanlıq var, nə də ki, süni sevinç. Qayıq dənizin içi ilə sahildən uzaqlaşır. 3 kişi bizə tərəf baxır, 3-ü isə arxası ilə dönüyor oturub. Sanki biz də onlarla birlikdə qəza yerinə gedirik. Sol tərəfdəki fiqurun iri əlləri, sərt baxışı, susqun üz ifadəsi fiziki əməyin ağırlığını göstərir. Mərkəzdəki kişi isə əsərin əsas psixoloji nöqtəsidir. O sakitdir, amma bu sakitlik rahatlıq deyil. Bu, təhlükəni qəbul etmiş adamın sakitliyidir. Və ən maraqlı detal, onun əllərində ağ gül var. Bu gül tabloda gözlənilməz görünür, çünki ətrafda metal, dəniz, soyuq rənglər, ağır geyimlər var. Amma birdən bu sərt dünyanın içində çox incə bir işarə peyda olur. Ağ gül təbii ki, evin, ailənin, sahildə gözləyən insanların xatirəsidir. Yəni, bu adamlar sadəcə işə getmirlər. Onlar riskə gedirlər. Dənizin ortasında, neft platformalarının əhatəsində təhlükənin içinə doğru gedirlər. Salaxov burada əmək adamını bəzəmir. Əksinə, susqunluqla monumentallaşdırır. Təmirçilər bizə göstərir ki, qəhrəmanlıq bəzən öz işini vicdanla və qorxmadan yerinə yetirməkdir.